14 yaşlı qızın uşaq dünyaya gətirməsi xəbəri cəmiyyətdə rezonans doğurub. Daxili İşlər Nazirliyindən bildirildi ki, belə faktlar aşkarlandıqda polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılır. Şübhəli şəxs müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə uşaqların zorakılıqdan müdafiəsi istiqamətində həm hüquqi, həm də sosial baxımdan işlər həyata keçirildiyini deyir. Bundan əlavə, paytaxtda və regionlarda keçirilən tədbirlərdə valideynlərə qız uşaqlarının təhsilinə dəstək verilməsi ilə bağlı çağırışlar olunur. Həkimlər isə deyir ki, erkən yaşda hamiləlik həm ana, həm də döl üçün ciddi risklər yaradır. Bu cür hamiləliklərdə körpələrin qüsurlu doğulma ehtimalı daha yüksəkdir. Yetkinlik yaşına çatmayanların uşaq dünyaya gətirməsi narahatlıq doğuran məsələlərdən biridir. Belə vəziyyətlərin qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılması və risk altında olan ailələrlə daha yaxından işlənilməsi olduqca vacibdir. 16 yaşdan aşağı şəxslərlə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə daha ağır cəzalar verilir. Belə ki, eyni əməllər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ildən 6 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası var. Eyni zamanda bu əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsi daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə 3 ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Erkən yaşda ana olmaq yox, təhsil almaq üstün tutulmalıdır. Çünki sağlam, təhsilli və güclü qadınlar cəmiyyətin inkişafına töhfə verirlər.